Allah Taala'dan daim istəyirik ki, Allah Taala əmin-amanlığı sabit eləsin. Əmin-amanlığın səbəbi olanları sabit etsin. Onların vasitəsilə Allah Taala əmin-amanlığımızı qorusun. Onlara təşəkkür edirik. Və bunu kiməsə özümüzü yaxşı göstərmək üçün eləmirik. Bəzi özünü Qurana nisbət eləyən, lakin həqiqətdə elə Quranı inkar eləyənlər belə göstərsələr də belə. Əslində onlar Quranilər deyirlər, Quranı inkar eləyənlərdir. Vallahi və billahi və tallahi. Kim Quran-ı Kərimdən bir ayəni inkar eləsə, bir hərfi inkar eləsə, Allahın kitabını inkar edir adam. Allahın dinini inkar edir. Allahın 7 qat göyün üzərindən endirdiyi ayələri inkar edir. Və bizə deyir ki, başlayanda deyir, dərslərinə, moizələrinə, xütbələrinə dövlət başçısı üçün dua eləyib, öz hilələrini bundan örtbasdır eləyirlər. Bir dənə hilə göstərə bilərsən sələfilərdə. Əqidəsi, mənhəci sağlam olan kişilərdə, sələfilərdə göstərə bilərsənmi? Hansısa bir hiləni qurublar indiyə qədər yaşadıqları ölkəyə. Əslində sənin nə qədər, necə deyərlər, içində olan paxıllığı göstərir ki, dövlət başçısı üçün dua olunur, dövlətin əmin-amanlığı üçün dua olunur, sən narahat olmuşsan buna görə ki, başçıya dua edirlər. Lakin səndən bir dəfə görməmişik, başçı üçün dua eləyəsən, dövlətdə olanlar üçün dua eləyəsən, istəyəsən Allah Taala'dan ki, Allah Taala güc qüvvət versin. Yəni biz eləyirik. Bunu bizə dinimiz, əqidəmiz öyrədib. Bunu yaşayırıq, heç nədən də çəkinmirik. Heç nəyi də örtbasdır eləmirik. Nəyisə örtbasdır eləyirsən, onu göstər bizə. İspat elə ki, bax, bunu örtbasdır eləmək üçün dua eləyirsiniz. Dua ibadətdir. Elhamdülillah. Xeyir istəyirik. Xeyir istəyən insan dua eləyər. Paxıllar narahat olar. Qəlbi xıltlı olanlar narahat olar. Elhamdülillah, ibadət eləyirik bununla. Allaha yaxınlaşırıq. Adam narahat olub ki, başçıya dua eləyir. Niyə eləməməliyik? Nə üçün dua etməməliyik? Qadağası mı var? Quran-ı Kərimdə Allah mı qadağa eləyib? İddia edirsən ki, Quranla gedirsən. Hər şey Qurandan götürürsənsə, harada Allah Taala Quran-ı Kərimdə bizə dua eləməyə qadağa eləyib? Yoxdur belə bir ayə. Gətirə bilməzsən. Paxıllıqdandır. Bizi gözdən salmaq istəyirsən, hər yerdə bulardır, hər yerdə sələfilərdir. Allah şükürlər olsun. Əlbəttə, bəs olacaqlar. Niyə görə? Çünki sağlam fikrin sahibləridir. Onları işə götürənlər də, onlara vəzifə verənlər də, onların müəssisələrdə etibar eləyənlər də, onların əqidəsin, mənhəzin, fikrinin sağlam olduğunu bilənlərdir. Və səbir eləyiblər, əziyyətlərə səbir eləyiblər, dözüblər, Allah da indi onlar üçün asanlaşdırıb. Lakin sən narahatsan. Sən nə üçün narahatsan? İnsan paxıldır. Belə insanlara baxanda qardaşlar, vallahi biz səslənirik, çağırırıq müsəlmanları sağlam yerdən götürməyə, sağlam mənbədən götürməyə çağırırıq. Yazıqsız. Allah Taala'nın Peyğəmbəri öz qövmünə deyir ki, فَسَتَذْكُرُونَ مَا أَقُولُ لَكُمْ Sizə dediklərimi bir gün xatırlayacaqsınız. Allaha and olsun ki, aldadır sizi. Yalan danışır. Rəbbimizin kitabını yozur. Səhv mənalar verir. Sizi aldadır. Bu əqidə, bu etiqad üzərində dünyamızı dəyişsəz, gec olacaq vallahi. Allahdan möhlət istəyəcəksən ki, qaydasan dünyaya, Quran-ı Kərimi bir də oxuyasan, düzgün başa düşəsən. Adam Allahın kitabından 2 ayəni və 2 feili bir-birindən ayıra bilmədiyi halda insanlara Quranın təfsirindən, Quranın tərcüməsindən danışır. Təsəvvür eləyin, Allah Taala Quranda evlənin və evləndirin feilləri deyir. İnsafla, bax o adamı dinləyənlər, insafla sual veririk və həmçinin tələb edirik. Sizə oxuyacağım bu ayələri sual verin. Soruşun ki, bu ayələrin hər birində məna eynidir, yoxsa ayrı-ayrı mənalardır.
əgər ayrı-ayrı mənalardırsa, çıxıb deməlidir ki, mən xəta eləmişəm, tövbə eləyirəm, Allah razı olsun mənə öyrətdilər. Çünki bu iki feili deyəndə, bu iki ayəni deyəndə iddia edirdi ki, düz tərcümə olunmuyor. Mən düz tərcümə eləyirəm. Əgər onlar düz deyirlərsə, buyursunlar mənə ispat eləsinlər. Bax, mən sizə ayələri oxuyuram. Dinləyin, sonra sual verin. Görün, eyni mənadadır, yoxsa ayrı-ayrı mənaları var. Allah Teala evləndirin və evlənin deyir. Allah Teala buyurur ki, Nur surəsi 32-ci ayədə وَأَنْكِحُ الْأَيَامَ Ayənin arxası, ayənin davamı var. Nur surəsi 32-ci ayə. Davamına baxa bilərsiniz. Allah Teala burada deyir ki وَأَنْكِحُ Evləndirin. Hamımız da eşidirik qardaşlar. Evləndirin. Növbəti ayədə Allah Teala deyir ki, Allah Teala buyurur ki ayədə وَإِنْ خِفْتُمْ أَلَّا تُقْسِطُوا فِي الْيَتَامَى فَانْكِحُوا Əgər yetimlərin arasında ədalətli olmamaqdan qorxsaz ki, ədalətli olmazsınız aralarında, fənkihu, evlənin. Baxın, evlənin və evləndirin. Bu iki feilin arasında fərq yoxdur. Yəni, necə deyərlər, loğru dildə desək, girdi və çıxdı. Bu ikisinin arasında fərq yoxdur. Adam deyir ki, iki eyni mənada olan feili ayrı-ayrı tərcümə eləmişsiniz. Yaxşı, ərəb dilinə baxın, oxuyun, siz də araşdırın. Əgər ikisi də eyni mənadadırsa, vallahi mən bu yerdən çıxıb deyəcəm ki, Allah məni bağışlasın, xəta eləmişəm, o düz deyib. Ayrı-ayrı mənadır. Allah Teala birində deyir ki, evləndirin, birindədir ki, evlənin. Evlənin və evləndirin ayrı-ayrı feillərdir. Aldadır. Niyə aldadır? Çünki insan ərəb dilini bilmir. Ərəb dilini bilmədiyinə görə feillərin kökləri eyni olsa da mənalar ayrıdır. Bilmədiyinə görə Allah Teala'nın kitabında cürətlidir. Allahın kitabında hökmləri inkar eləyir. Allah Teala deyir ki, وَالسَّارِقُ وَالسَّارِقَةُ Oğru kişi və oğru qadının فَقْتَعُوا اَيْدِيَهُمَ جَزَاءً بِمَا كَسَبَ نَكَالًا مِنَ اللّٰهِ وَاللّٰهُ عَز۪يزٌ حَكِيمٌ Allah Teala deyir ki, oğru kişinin və oğru qadının etdikləri əməlin cəzası və Allahdan bir ibrət olaraq əllərini kəsin. Adam deyir ki, Allah niyə bir insanın əlini kəsməyi əmr etsin axı? Bax, bu ayədir. Quranda Maidə surəsi 38-ci ayə. Açın, oxuyun. Dinləyən insanlar, açın, oxuyun. Allahın kitabında ayədir. Allah niyə bir adamın əlini kəsməyi əmr etsin sualının cavabı elə bu ayədədir. Etdikləri əməllərə görə. Təbii ki, əl kəsmək, hədd tətbiq eləmək başçıya aiddir. Biz bundan danışmırıq. Oğurluq elədi, kimsə əlini kəsək, məsələ bunda deyil. Lakin Quran-ı Kərimdə ayədir. Açıq, aydın ayədir. Adam deyir ki, Allah Teala birinin əlini kəsməyə niyə əmr eləsin ki? Allah deyir, zalımdır. Allah Teala deyir axı, etdiyi əməllərə görə وَالسَّارِقُ oğru kişi deməkdir. وَالسَّارِقَةُ oğru qadın deməkdir. فَقْتَعُوا kəsin, cəzaən, cəza olaraq. بِمَا كَسَبَ نَكَالًا مِنَ اللّٰهِ Allah'tan bir alçaldıcı olaraq. Bu Allah deyir də ne üçün? Siz dinləyən insanlar, dinləyən müsəlmanlar, ayələrə özünüz də baxın. Baxın, mən sizə deyirəm, açın, Quran-ı Kərimdə baxın. Və ya adam deyir ki, Səfa Mərva arasında niyə görə bir adam Səfadan Mərvaya səy eləməlidir, Mərvadan da Səfaya səy eləməlidir? Deyir, sən bunu edəndə nə qazanırsan ki? Bax, dəyərli cəmaat, necə deyərlər həmvətənlərimiz, Bəqərə surəsində ayədir bunlar. Allah Teala buyurur ki, İnnəs-safə vəl-mərvətə
min şa'airillah. Səfa və Mərva Allahın nişanələrindəndir. Sonra davamında Allah Teala deyir ki, Allah Teala deyir ki, fəmən həccəl beytə, kim evi həcc eləsə, əv i'tamara, ümrə etsə, fələ cunahə aleyhi ən yəttavvəfə bihimə, o iki daşın arasında səy etməsində ona bir günah yoxdur və istəsə edə bilər. Bax, buna görə sən Səfa Mərva arasında səy etməlisən. Sən namaz qılanda nə qazanırsan ki? Oruç tutanda nə qazanırsan? Savab qazanacaqsan. Namaz qılanda, oruç tutanda savab qazanacaqsan. Bəli, mən də buna etiqad edirəm. Eyni ilə bu ayədə Səfa Mərva arasında səy etsən, savab qazanacaqsan. Adam deyir ki, Səfa Mərva arasında səy etsən, nə qazanacaqsan ki? Nə olacaq ki, deyir orada? Heç kim də heç nə demir. Dinini bilməyən müsəlmanlar, Quran-ı Kərimi özü baxmayan müsəlmanlar deyir ki, düz deyir. Nəyi düz deyir? Bəqərə surəsində bu ayədir. Aç sən də oxu. Aç sən də bax. İnnəs safə vəl marvətə min şairillah. Allahın kəlamı budur. Oxu da özün. Allah Teala'dır, həccə gəldin, ümrəyə gəldin. İkisinin arasında səy et. Bu deyir, etmə. Allahın kəlamını götürürsən, yoxsa bu insanın. Allah Teala Quran-ı Kərimdə deyir ki, fəsalli li rabbikə vənhar. Rəbbin üçün namaz qıl və qurban kəs. Adam deyir, qurban kəsmək olmaz. Qurban kəsmək düzgün deyil. Kəvsər surəsində bax, fəsalli, namazı qıl. Sonra neynə? Vənhar, qurban kəs. Bu Allahın ayəsidir. Allah deyir, kəs, bu deyir, kəsmə. Əgər sən Quranla getdiyi iddia edirsənsə, Allahın dediyini götürməlisən. Allahın dediyini etməlisən. Necə sən Quranla gedirsən? Axı bunlar Quran-ı Kərimdə ayələrdir. Aləmlərin Rəbbi olan Allahın kəlamlarıdır. Bir insan çıxıb sənə deyir ki, Allahın ayələrinə əməl etmə. Bəs Allah, mə ləkum tərcunə lillahi və qara. Nə olub ki sizə? Allahın qədir qiymətin bilmirsiniz. Onu uzaltmırsınız. 7 qat göyün üzərindən Allah sənə ayələr nazil edib. O Quranla səni şərəfləndirib. O Quranla səni hörmətli edib. İndi bir nəfər çıxıb oradan heç tələffüs edə bilmir. Vallahi. Elhamdülillahi Rabbil aləmin ayəsini tələffüs edə bilmir. Sənə deyir ki, bu ayələrə əməl etmə. Sən necə müsəlmansan? Sən necə Allahın kəlamını qoyub belə insanların arxasıca gedirsən? Adam deyir ki, dili ilə, Quranda hərflər bizdəki kimi deyil. Məsələn, var, özü deyir dili ilə. 3 dənə sə hərfi var. Var, sə, var, sin, var, sad. 3 dənə ayrı hərf var. Özü deyir ki, bunlardan birini Quran-ı Kərimdə səhv oxusan, məna dəyişir və sən küfr edə bilərsən. Bu məsələdə səninlə razıyıq. Lakin sən Quranı oxuyanda üzündən ayələri hər birisini qaçdırırsan, hənin yerinə hə qoyursan, dadın yerinə dəl qoyursan. Yaxşı, sən küfr etmirsən onda. O küfr bizə aiddir, sənə aid deyil. Axı sən də bu etiqadı edirsən. İşimiz onda deyil, işimiz dinləyən müsəlmanlardadır. Bilmirsiniz, sizi aldadır, dindən yayındırır. Adam Quranla getdiyini iddia eləsə də, həqiqətdə Quran-ı Kərimi inkar edir. Allahdan qorxun. Bax, bugün sizə deyən var, sabah Allahın qarşısında sizə heç kim kömək eləyə bilməyəcək. Muhammed sallallahu aleyhi ve sellem Allah Teala deyir ki, İzən lə əzəqunəkə ضعف الممات ضعف الحياة وضعف الممات ثم لا تجد لك علينا نصيرا. Biz sənə 2 qat əzab verəridir. Muhammed sallallahu aleyhi ve sellem edir Allah Teala. Niyə? Əgər azsaydın, azdıranlara meyl eləsəydin, 2 qat dünyanın və axirətin əzabını sonra sənə kömək etmək üçün
heç bir kəsi tapa bilməzdin. Bizim əlimizdən səni ala bilməzdi. Bugün sizi azdıran sabah Allahın qarşısında gəlib sizə kömək eləyə bilməyəcək. Adam Allahın evini, həcci və lillahi alən-nasi hiccul beyti mən istata'a ileyhi səbilə. Rəbbin deyir ki, Allah üçün insanların üzərinə vacibdir evi həcc eləmək. Lakin hansı insanlara? Mən istata'a ileyhi səbilə. O insanlara ki, onların gücü çatır. Yəni bədənləri sağlamdır, onların malları və mülkləri var. Bu isə deyir ki, həcdə ancaq deyir, söhbət puldan gedir. Nə üçün sən puldan danışırsan? Görünən odur ki, sənə dünya lazımdır. Sən ancaq maddiyyatı deyəndə qurban kəsirsən həcdə, deyir o qurban pulları hara gedir? Kəsilən ətlər hara gedir? Baxın da, ağıl verir bax Allah Teala. Bu insan nə istəyir? Bu nəyi müdafiə eləyir? Nədən danışır? Allah sənə deyir ki, mənim üçün evimi həcc eləməyi sənə vacib eləmişəm. Bu da deyir, lazım deyil. Bu həcc, o həcc deyil. 1400 ildir. Böyük alimlər, böyük imamlar, hətta dünyavi alimlər hamısı razılaşıb ki, o evi ziyarət eləmək Allahın əmridir. Allah Teala əmr eləyir. Deyir, 7 dəfə daşın başına fırlanırsan, sənə nə verirlər ki? 2 rükət sübh namazın qılanda sənə nə verəcəklər ki? 4 rükət zöhr namazın qılanda sənə nə verəcəklər ki qiyamət günü? Sənə savab verəcəklər, ona da savab verəcəklər. Allah Teala bizi öz kitabını layiqincə dəyərləndirməyi nəsib eləsin. Hardan başladıq, hara gəldik, çıxdıq. Böyük neymətdir qardaşlar. Buna görə də Allah Teala əlavə şükr eləməliyik. Şükr eləməliyik ki, Allah Teala'nın kitabını Allah və Rəsulunun istədiyi kimi qəbul eləmişik. Səmi'nə və ata'nə. Allah Teala deyir ki, möminlərin vəsfindəndir ki, Allah onlara bir əmr edəndə, bir ayə nazil eləyəndə, şəriətdə bir hökm qoyanda, onlar deyərlər ki, biz eşitdik və təslim olduq Allaha. Həmd olsun Allah Teala'ya ki, bizə bunu nəsib eləyib, müvəffəq eləyib. Biz onun kitabını ağlımızla yox, biz onun kitabını bizə icazə verdiyi şəxslərin vasitəsilə götürürük. İnnəmə yaxşallaha min ibadihi uləmə. Allahdan qulları içində ən çox alimlər qorxar. Fəsəlu əhlə zikri in kuntum la ta'lamun. Bilmirsə bilənlərdən soruşun zikr əhlindən. Adamın bir alimi yoxdur. Adamın bir imamı yoxdur. Adamın sökəndiyi bir kəs yoxdur. İddia edir ki, Qurandır. Sənin adında olan hərfləri dəyişdirsə yerlərini, tərsinə desək sənin adını inciyəcəksən ki, mənlə istehza eləyirlər, mənə təhqir eləyirlər, bunlarda ədəb yoxdur, əxlaq yoxdur. Necə olur ki, Allah Teala'nın kəlamını dəstəmazsız oxuyursan, Allah Teala'nın kəlamının hərflərin yerlərini dəyişdirirsən, hərəsin bir yerə qoyursan, öz istədiyin kimi oxuyursan, bu Allahın Quranına hörmətdir səndə, sən Allahın kitabına hörmət edirsən, ən hörmətsizliyi sən edirsən. Allahın kitabını sinələrdə qoruyan, dillərində oxuyan o qarilərin oxunuşlarına baxanda sən onların yanında sıfır. İnsaflı insanlar bunu bilirlər. Allah Teala bizi sabit etsin. Allah Teala bizi Quranın, sünnətin üzərində sabit etsin. Allah Teala bizi Quranın, sünnəti haqqı ilə müdafiə eləyən qullarından etsin. Allah Teala bizim ölkəmizi, müsəlmanları belə insanların şərindən, hiləsindən, məkrindən qorusun. Allah Teala bizi Muhammed sallallahu aleyhi ve sellemin sünnəsini əməl edən və gözəl şəkildə insanlara təbliğ eləyən qullarından etsin. Bütün neymətlər Allahdandır. Üzərimizə düşən odur ki, Allahın bizə verdiyi neymətlərə görə Allah şükür eləyək. Allahdan istəyək ki, Allah Teala qədəmlərimizi sabit etsin. Belə insanların hiləsindən millətimizi, xalqımızı, ölkəmizi qorusun Allah Teala. Velhamdülillahi Rabbil alemin.